Necə darıxmışdım bu ev üçün. Necə darıxmışdım bu ev üçün. Həyətdə qızılgül sahəsi olacaq. Çünki Maştağadan, Nardarandan qəşəng qızılgüllər gəlib, amma hələ tam hazır deyil. Bura hələ hazır deyil. Bunlar böyüyəcək və payızda tam hazır olacaq. Burada bal əski olmur. Bu da əski olmur. Keçən il mayın 26'sı gəlmişdik biz, düzdürmü? Keçən mayın 26'sı. Onda da alça var idi. Bunlar eyni formada onda da var idi. Onda da bu samavar var idi. Ay, samavarın təmizliyi elə nəyə desən dəyər. Bir gözəl yağış yağır. Dostlar, bir gözəl yağış yağır. Bir gözəl yağış yağır. Birazdan Qəbələ yeməklərində çəkəcəm. Qəbələ süfrəsini. Qəbələ qonaqpərvərliyini. O qədər Bakıda bu ağaca, yaşıllığa, təmiz havaya həsrətik ki, yəni yağış istirib başıma, göydən daş da yağsa, yəni az fərq eləyir də. Gəldim arıların yanına. Arıların bizə gözəl-gözəl ballar bəxş eləyən arıların. Nə qədər dedim ki, bunu hərəyə bir qap çəkməyin, çünki çox doyumluq olmur, bu çox olur. Yenə dedilər ki, yox, bizdə elə şey yox, bizdə hərəyə bir ayrı boş qap. Lobiyalı da düzdürmü? Həm şabalı, həm lobiya. Həm şabalı, həm lobiya. Qəbələ aşı. Lobiyalı, mən flaşa yandırım ki, qəşəng görünsün. Həm şabalı, həm də lobiya. Əllərinizə sağlıq. Qonaqpərvər bir Qəbələ ailəsi. Hətta bunun aşağısında şüyüd də var. Burada da kənd çolpasıdır. Rayon pendiri, rayon məhsulları və kompotumuza belə kimi belə süzüb hazır qoyublar. Biz də bu quşların səsi ilə, bu gözəl havada, əsl belə cənnət havasında nuş eləyəcəyik. Bu hovuz var idi burada. Mən niyə elə bilirəm ki, bu hovuz yox idi?